Bismillahirrahmanirrahim. Həyatımızda elə anlar olur ki, ortada heç bir aydın səbəb, xaricdən gələn heç bir sınaq olmasa da, sinəmizin tam mərkəzində ağır bir yük hiss edirik. Nəfəs almaq çətinləşir, ətrafımızdakı dünyanın rəngləri sanki solur. Otaqdakı hava bizə çatmırmış kimi gəlir. İnsanların gülüşləri, küçədəki səsküy uzaqlaşır və biz daxilimizdə səssiz bir sıxıntı ilə baş-başa qalırıq. Ətrafımıza baxırıq. Hər şey öz qaydasında görünür. Lakin qəlbimizin dərinliklərində izah edə bilmədiyimiz bir narahatlıq, bir daralma var. İnsan öz bədəninin içinə sığınan bu narahatlıqdan necə qaça bilər? Biz diqqətimizi dağıtmaq üçün müxtəlif işlərə, söhbətlərə baş qoşuruq. Lakin tək qaldığımız və sükut çökən an o ağırlıq yenidən özünü xatırladır. Bu sıxıntı nədir? İnsan qəlbi niyə anidən bu qədər yorğun və qapalı hiss edir? Bugün bu mənəvi səyahətimizdə bu səssiz ağrının, qəlb sıxıntısının səbəblərinə birlikdə baxacağıq, elmin və İslam mənəviyyatının bu mövzuya baxışını incələyəcəyik. Ən əsası, Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləmin və İmam Əlinin bizə miras qoyduğu dəyərli hikmətləri xatırlayacağıq. Əgər bugün nəfəs almaqda çətinlik çəkirsinizsə, sinəniz narahatlıqla doludursa, xarici dünyanın səsküyünü bir anlıq kənara qoyun. Çünki bugün o görünməz yükü yüngülləşdirəcək və ruhunuza əsil dincliyi gətirəcək nəsihətlərə qulaq verəcəyik. Qəlbimizin sıxılmasının ən böyük səbəblərindən biri dünyəvi qayğıların ruhumuzu yormasıdır. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm insan təbiətini, onun zəifliklərini və ehtiyaclarını çox yaxşı bilirdi. O sadəcə bizə səbirli olmağı tövsiyə etmirdi. Eyni zamanda daxili narahatlığımızı aradan qaldırmaq üçün çox gözəl və sadə bir dua öyrətmişdi. O, tez-tez bu duanı edərdi. Allahummə inni əuzu bikə minəl həmmi vəl-həzən. Yəni, Allahım, gələcəyin qayğısından və keçmişin kədərindən sənə sığınıram. Bu iki kəlmənin dərinliyinə diqqət edək. Əl-həm, yəni sabah nə olacaq qorxusu, gələcək qayğısıdır. Əl-həzən isə artıq baş vermiş, dəyişdirə bilməyəcəyimiz keçmiş üzərindəki kədərdir. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm insanın məhz bu iki hiss arasında, dünənin peşmançılığı və gələcəyin təşvişi arasında əzildiyini bilirdi. Allaha sığınaraq biz əslində şuurumuzu indiki ana, Yaradıcının hüzuruna gətiririk. Həqiqi dinclik yalnız indiki anda tapılır. Bununla yanaşı, Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm daxili sükunəti tapmaq üçün bizə çox dəyərli bir yol göstərmişdi. Kim axirəti özünün əsas məqsədi edərsə, Allah onun qəlbinə zənginlik və dinclik salar, dağınıq işlərini toplayar və dünya ona boyun əymiş halda gələr. Lakin kim bu fani dünyanı özünün əsas məqsədi edərsə, Allah kasıblığı onun iki gözünün arasına salar, işlərini dağınıq edər və ona onsuz da qədərinə yazılmış olandan başqa heç nə çatmaz. Qəlb sıxıntımızın ən sadə izahı budur. Fani dünyanı qəlbimizin mərkəzinə qoyduğumuz üçün işlərimiz dağınıq, zehnimiz narahatdır. Məqsədimizi əbədi olana yönəltdiyimiz zaman yaradıcı beynimizdəki o səsküyü suzduracaq və qəlbimizə hər şeydən daha dəyərli olan o sükunəti yerləşdirəcəkdir. Qəlbimizin daralmasını tam anlamaq üçün həm müasir elmin gəldiyi nəticələrə, həm də İslam mənəviyyatının hikmətlərinə baxmaq faydalıdır. Siz o qəfil daralmanı, o sıxıntını hiss etdikdə, müasir nevrologiya və psixologiya bunu amigdala hücumu adlandırır. Beyninizin təhlükəni aşkarlayan mərkəzi səhvən ölümcül bir təhlükə olduğunu zənn edir. Sinir sisteminizi kortizol və adrenalinlə doldurur.
qan təzyiqiniz qalxır, əzələləriniz gərilir və bioloji ürəyiniz sizi vur və ya qaç reaksiyasına hazırlamaq üçün sürətlə döyünür. Elm buna kliniki təşviş və ya panik atak diaqnozu qoyur və o bədəni müalicə edir. Sinir sistemini yatırmaq və bioloji reaksiyaları uyuşturmaq üçün kimyəvi inhibitorlar yazır. Lakin məsələ yalnız bioloji deyil. Bədənimizlə yanaşı bizim diqqətə ehtiyacı olan bir ruhumuz da var. İmam Əlinin əleyhissalamın bu mövzuda insanı dərindən düşündürən çox dəyərli bir kəlamı var. O buyurur: kasıblıqdan daha ağrı bədən xəstəliyidir. Bədən xəstəliyindən daha ağrı isə qəlb xəstəliyidir. Yəni mənəvi boşluqdur. Dünyanın sərvətindən daha üstünü bədən sağlığıdır. Bədən sağlığından daha üstünü isə qəlbin təmizliyidir. Müasir həyatın qaç-qaçı, maddiyyata həddindən artıq bağlılıq və mənəvi dəyərlərdən uzaqlaşmaq ruhumuzu yorur. Bədənimiz sağlam olsa belə, qəlbimiz paklığını, sükunətini itirir. Qəlb sıxıntısı əslində ruhumuzun ehtiyac duyduğu mənəvi qidanı tələb etməsidir. Bədəni dincəltmək kifayət deyil, ruhun da Allaha yönəlməyə, onu anmağa ehtiyacı var. İnsan qəlbini yoran və onu sıxıntıya salan ən böyük yük zamanla bağlı düşüncələrimizdir. Biz çox vaxt gələcək üçün narahat olaraq bugünümüzün dincliyini itiririk. Sabah necə olacaq? İşlərim düzələcəkmi? Xəstələnsəm nə edərəm kimi suallar bizi daimi bir gərginlik içində saxlayır. Hələ baş verməmiş hadisələrin ağrısını əvvəlcədən yaşamağa başlayırıq. Gələcəyi idarə etmək bizim əlimizdə deyil. O yalnız Yaradanın hökmündədir. İmam Əli insanın özünə yüklədiyi bu ağır yükü yüngülləşdirmək üçün çox gözəl bir nəsihət verir. İçində olduğun günün üzərinə bütün bir ilin qayğısını yükləmə. Hər gün üçün özünün gətirdiyi ruzi və qədər kifayətdir. Əgər o il sənin ömründən bir hissədirsə, Allah o ildə sənə yazdığını verəcək. Yox, əgər o il sənin ömründən deyilsə, onda sənə aid olmayan bir zaman üçün niyə kədərlənirsən? Bu sözlərdəki sadə və aydın məntiqə diqqət edək. Hələ çatmadığımız, bəlkə də heç görməyəcəyimiz günlər üçün indidən özümüzü yormaq, ruhumuzu sıxmaq bizə fayda vermir. Bu narahatlıq yalnız bizim Allaha olan təvəkkülümüzü, güvənimizi azaldır. Gələcəklə bağlı planlar qurmaq təbiidir, lakin nəticə üçün narahat olmaq, təlaşlanmaq qəlbimizi daraldır. Gələcəyin qayğısını onu Yaradana təhvil verdiyimiz an sinəmizdəki o yük yüngülləşir və nəfəsimiz rahatlaşır. İnsan qəlbi təşvişə düşəndə səbirsizləşir. Səbirsizlik isə çox vaxt bizi hüzurdan məhrum edir və yanlış addımlar atmağa vadar edir. Daxili təlaşımızın bizə necə zərər vurduğunu anlamaq üçün İmam Əli əleyhissalamın həyatından çox ibrətamiz bir hadisəni xatırlayaq. Bir gün İmam Əli məscidin qapısına gəldi. Orada dayanan bir adamı gördü və içəridə namaz qılarkən atını tutmasını ondan xahiş etdi. İmam Əli qaydanda bu adama əziyyətinə görə 2 dirhəm verməyi niyyət etmişdi. Lakin o adam səbirsizləndi. Gözləmək əvəzinə tələsib atın üzərindəki yəhəri açdı, onu oğurladı və bazara qaçdı satmaq üçün. İmam Əli məsciddən çıxanda atını yəhərsiz gördü. O heç nə demədən xidmətçisinə 2 dirhəm verərək bazara getməsini və yeni bir yəhər almasını istədi. Xidmətçi bazara getdi. Elə o oğurlanmış eyni yəhəri tapdı və onu bir tacirdən düz 2 dirhəmə aldı. Xidmətçi qayıdıb olanları danışdıqda İmam Əli təbəssümlə insan təbiəti haqqında bu gözəl hikməti söylədi. İnsan öz səbirsizliyi və təlaşı ucbatından özünü həlal ruzidən məhrum edir. Lakin unutmasın ki, qədərinə yazılandan zərrə qədər də artıq bir şey əldə edə bilməz. Sıxıntımızın bir səbəbi də budur. Bəzən işlərimizin ləngiməsindən, ruzimizdən narahat olub panikaya düşür, tələsirik. Bu təlaş bizə fayda gətirmir. Sadəcə qəlbimizin hüzurunu əlimizdən alır. O adam səbr etsəydi, eyni pulu şərəflə həlal yolla alacaqdı. Tələsməyi, təlaşlanmağı kənara qoyduğumuz zaman qəlbimiz də öz təbii sükunətinə qayıdır. Qəlb sıxıntısından xilas olmağın ən gözəl və ən təbii yollarından biri riza məqamıdır.
yəni Yaradanın yazdığı qədərə daxilən razı olmaq və sülh içində yaşamaq. Biz çox vaxt həyatımızdakı çətinlikləri, itkiləri və ya istədiyimiz kimi getməyən işləri qəbul etməkdə çətinlik çəkirik. İçimizdə görünməz bir etiraz olur, bir müqavimət olur. Reallıqla barışmamaq deyə davamlı düşünmək ruhumuzu yorur və qəlbimizi daraldır. İmam Əli əleyhissalam insanın huzur tapmasının sirrini çox aydın və sadə şəkildə belə izah edir. Əgər Allahın sənin üçün yazdığı qədərə razı olsan, həyatını huzur və dinclik içində yaşayacaqsan və qədər onsuz da öz hökmünü verəcək. Əgər Allahın qədərinə daxilən etiraz etsən, həyatını sıxıntı və narahatlıq içində yaşayacaqsan və qədər yenə də öz hökmünü verəcək. Bu dəyərli nəsihət bizə göstərir ki, bizim narahatlığımız, gecə yuxusuz qalmağımız həyatın axarını dəyişdirmir, sadəcə bizim həyat keyfiyyətimizi və mənəvi sağlığımızı əlimizdən alır. Baş verənləri qəbul edib, Yaradanın mərhəmətinə və hikmətinə güvəndiyimiz an, içimizdəki o müqavimət qırılır. Bunda da bir xeyir var, deyib Allaha təvəkkül etdikdə, sinəmizdəki ağırlıq hissi yerini tədricən, yüngüllüyə və dərin bir dincliyə buraxır. İndi, olduğunuz yerdə zəhmət olmasa fiziki bədəninizi sərbəst buraxın. Çiyinlərinizi rahatlayın. Gərginliyi kənara atın. Gözlərinizi yüngülcə qapayın. Dərindən həyatın səs-küyünü, sabahki günün narahatçılığını, keçmişin kədərini içinizə çəkərək yavaş və dərin bir nəfəs alın. Və indi həmin nəfəsi verərkən bütün o qaranlıq düşüncələri, qəlbinizi sıxan ağırlıqları bədəninizdən çölə, sərbəstliyə üfürün. Özünüzü Allahın rəhmət və mərhəmət okeanına əmanət edin. Qəlbimizdəki o sıxıntı bizim zəifliyimiz deyil. O, sadəcə ruhumuzun Allaha daha çox yaxınlaşmaq istəməsinin bir işarəsidir. İmam Əlinin əleyhissalamın buyurduğu kimi, gələcəyin yükünü bugünə daşımayın, səbirli olun, təlaşlanmayın və qədərinizin gözəlliyinə güvənin. Ruhunuzun dərinliyindən, səmimi bir ümidlə, qorxu olmadan Yaradanınıza bu səssiz duanı edin. Allahım, gələcəyin qayğısından və keçmişin kədərindən sənə sığınıram. Həyatı idarə etmə təlaşımı bir kənara qoyub, sənin mənim üçün yazdığın hər şeyə razı olduğumu bildirirəm. Dağınıq düşüncələrimi topla, qəlbimi öz sükunətinlə doldur və sinəmi səma kimi aydın və geniş et. Hiss edirsinizmi? İçinizdəki o gərginlik, o ağırlaşan hava necə yerini yumşaq bir sükunətə buraxır. Çünki siz hər şeyi tək başına həll etmə yükünü yerə qoydunuz və onu Yaradanına təslim etdiniz. Sinəniz indi təmiz, aydın və huzurludur. Ruhunuz rahat bir nəfəs alır. Bu mənəvi oyanışınızı və qəlb rahatlığınızı təsdiqləmək üçün rəy bölməsinə keçib bu sadə cümləni yaza bilərsiniz. Narahatlıqlarımı Allaha əmanət edirəm. Mənim qəlbim yalnız ona güvənməklə dinclik tapır. Əgər bu mənəvi səyahətimiz qəlbinizdəki o yükü biraz da olsa yüngülləşdirdisə, içinizdə ümid və sükunət hissi yaratdısa, zəhmət olmasa bu videonu bəyənərək və Sözlə Nur kanalımıza abunə olaraq bizə dəstək olun. Gözəl hikmətlərin və mənəvi dincliyin paylaşıldığı bu kanalda sizinlə birlikdə addımlamaqdan məmnunuq. Qəlbinizin hər zaman ümidlə dolması, nəfəsinizin isə daim huzurlu olması diləyilə. Sizləri dərdimizə dərman olan, qəlblərə sükunət verən uca Allaha əmanət edirəm.